Salam, mən Fəs Akademinin informatika üzrə təlimçisi Qədrova Nərgiz. Bu gün sizinlə MİQ 2025 imtahana düşmüş qraf mövzusu ilə bağlı sualınızına baxırıq. Sualımızda B-dən C-dən B-yə qədər olan məsafəni bizdən soruşmuş olur. Bizdə burada görünür ki, təpələr gizlidir. Biz M1-dən M6-ya qədər olan təpələrdən hansı A-dan F-ə qədər olduğunu ilk öncə tapmalıyıq. Deməli, mən baxıram ki, hər bir təpənin qonşularını yazıram. Məsələn, A-nın qonşusu 2-dir, yəni 2 təpə ilə qonşudur. B-nin 3 təpə ilə qonşuluğu var. D-nin 3 təpə ilə qonşuluğu var. C-nin 4 təpə ilə qonşuluğu var. Baxın 1, 2, 3, 4 təpə ilə. Y-nin deməli 3 təpə ilə qonşuluğu var. Bir də F-in 1 təpə ilə qonşuluğu var. Və buradan biz görürük ki, ikimiz birdəndir, üçümüz çoxdur, 3 dənədir. 4-ümüz birdəndir, F-imiz birdəndir. A-dən sayı az olanlarla başlasaq daha sürətli tapa bilərik. Bizdə 4 dənə, yəni C-ni daha tez tapa bilərəm. İçində 4 dənə olan baxın M1-dir. Buradan burada 4-dür, buradan burada 4-dür. O zaman bizdə M1 olacaq C təpəsi. Artıq C təpəsi mən tapmışam. Daha sonra bizə lazımdır. Biz tapa bilərik, F təpəsini tapa bilərik. F 1 dənə olmalıdır. İçində 1 dənə olan baxın 1 dənə elementi var burada. M2-nin M2-yə o zaman yazıram F təpəsi. M2 bizdə oldu, F təpəsi. Daha sonra baxın bu hazırdır, bu da hazırdır. Daha sonra 2-ni tapa bilərəm, A təpəsini tapa bilərəm. Çünki 2-dən 1 dənədir. A təpəsini tapıram. İçində 2 dənə olan baxın M3-dür. M3 2 dənədir. Bu zaman bizdə olacaq A təpəsi. Artıq 3 təpə bizə məlumdur. Yerdə qalan bu 3 B, D və Y, B, D və Y. Hər birinin 3 qonşusu var. Bunların hansına aid olmağını tapmaq üçün biz bunun digər qonşularına baxmalıyıq. Çünki digər qonşuları məlumdur. Məsələn, B-ni çox rahat tapa bilərəm. Çünki B-nin bir qonşusu A-dır, bir qonşusu C-dir. İndi baxıram, həm A-nın, həm də C-nin ikisi ilə də elə bilinci üzü aşağı gələndə, ikisi ilə də birdən-birə kəsişən baxın budur. Həm C var, həm A var. İkisi ilə də kəsişirsə bu bizdə A, daha doğrusu B təpəsi olmuş olacaq, B təpəsi. Baxın, B-nin digər kəsişdiyi isə B-nin digər kəsişi D-dir. Avtomatik mən buradan D təpəsində tapmış oldum. Baxın, C ilə kəsişib B, daha sonra A ilə kəsişib və üçüncü kəsişi bizə nə məlumdur? Həm də biz onu da axtarırıq. O da olur bizdə, deməli D təpəsi, M4 də bizdə olacaq, D təpəsi, bunları yazdıq, M4-də D, M5-ə də B yazdım. Daha sonra bizdə, biz artıq qalıb bizdə Y təpəsi, Y-in də çox rahat, yəni bir təpə qalıb, amma görə uyğundurmu? Y bir qonşu olmalıdır C ilə, bir qonşu olmalıdır D ilə, bir də F ilə. Y-ni götürürəm, bir qonşudur C ilə, görünür, bir qonşudur F ilə, görünür burada da, bir də qonşudur D ilə, o da görünür. Yəni mən artıq təpələrimi tapdım. Yəni mənə gizlin qalan təpə olmadı. Bütün təpələrimi doldurun. Bir dəqiqə. Buranı, deməli, ən sonuncuda bizdə qalır Y təpəsi. Burada Y yazdım və bütün təpələrim artıq doludur. Təpələrimi buradan silirəm və hər təpəmin uzunluğunu yazıram. Hər təpəmizin uzunluğunu yazmağa ehtiyac yoxdur. Bizə C-dən B-yədir. C-dən B, yəni bu təpənin uzunluğunu istəyir bizdə. Biz də C-dən gəlirəm bura, B-də gəlirəm bura. Bu təpədə kəsişdiyi üçün cavabımız olur 22. Bu da bizdə olur B variantı. Bu misal izahlarımız normalda bu MİQ imtahana düşmüş qraf nümunəsidir, amma çox sadədir. Bundan mürəkkəb izahlar olur ki, biz onu əvvəlki video izahlarımızda qeyd eləmişik. Mürəkkəb izahlarımız da olur. Bəzən təpə sayları, məsələn, hamısı 2, hamısı 3 olur ki, biz oradan tuta bilmirik ki, hansı təpə ilə davam elə. Məsələn, buradan bizə C kömək elədi, çünki bir dənə 4-ümüz var idi, bir dənə 1-imiz vardı, bir dənə 2-imiz vardı. Bu təpələr bizə kömək elədi. Amma digər təpələri həmin bu, məsələn, B təpəsini öz qonşularla tapdım. A və C ilə köməkləşib tapdım ki, bu hansıdır? Yəni, bu sualımızın izahı bu qədər. Dərslərimizə qoşulmaq istərsinizsə 077 598 38 00 messenger nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.